2017-ci ildə Alyaskada Alaska Airlines şirkətinə məxsus sərnişin reisi pilotları göydə qəribə bir obyekt görürlər. O, təyyarə ilə paralel istiqamətdə uçurdu, amma heç bir radarda görünmürdü. Kapitan dərhal dispetçerlə əlaqə saxlayır, amma onlar da təsdiqləyirlər. Yaxınlıqda heç bir hava nəqliyyatı yoxdur. Əvvəlcə düşündülər ki, bu sadəcə optik illüziyadır, lakin obyekt qəfil sürətlənməyə başlayır. Sanki irəliyə sıçrayır, arxasında işıqlı bir iz buraxır və üfüqün o tayında yoxa çıxır. Bütün bunlar yerüstü müşahidə kameraları və həmin bölgədə olan bir neçə hərbi pilot tərəfindən də qeydə alınır. Sonradan həmin görüntülər şəbəkəyə sızır. Jurnalistlər araşdırıb öyrənirlər ki, bu hadisə Pentaqonun məxfi proqramı çərçivəsində tanınmayan hava fenomenlərinin öyrənilməsi üzrə xüsusi layihədə araşdırılıb. Hesabatın adı Anchorage üzərində insident idi. Pilotlar testlərdən keçirildi və hamısında tam psixoloji sağlamlıq təsdiqləndi. Heç kim dərman və ya başqa maddələrin təsiri altında deyildi. Amma rəsmi izah heç vaxt təqdim olunmadı. Daha sonra hərbi hava qüvvələrinin nümayəndələri obyektin təhlükə yaratmadığını bildirsələr də, detalları açıqlamaqdan imtina etdilər. O vaxtdan bəri həmin uçuşun kadrları 21-ci əsrin ən etibarlı UFO sübutlarından biri hesab olunur. Pilotun sonradan dediyi sözlər isə yadda qaldı. Mən yad planetlilərə inanmıram, amma o gün başa düşdüm ki, kimlərsə bizdən daha yaxşı uçur.